Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyayı vel mursalin. Nebine Muhammedin ve ala alihi ve sahbihi ve sellem teslimen kethira. Amma ba'd. Feusikum bi takvallah. Ve hiye vasiyetullahi lil evvelin vel ahirin. Ve lekad vassayna allazine utul kitabe min qablikum ve iyyakum en tekullah. Əziz dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir, nəsihətidir. Ona görə buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra Allaha həmd edirəm ki, Allah təala müvəffəq edib yenə görüşürük və nə xoşdur sizinlə qarşılaşmaq. Allah təala bizim qardaşlığımızı daimi etsin, onun dininin üzərində bizi sabit etsin, ixlas etsin. Və Peyğəmbər s.ə.v-in bir hədisini istəyirəm xatırlamaq, hansı ki, insan eşitdikdə imanı artır, insan eşitdikdə əhvalı dəyişir, dəyişməyə də bilməz. Niyə də? Çünki Peyğəmbər s.ə.v nə deyibsə haqdır. Nə çıxıbsa dilindən, nə nitq edibsə vəhiydir Allah Taalanın. Bu əzəmətli sözlər də hansı ki vurğulayıb sallallahu aleyhi və səlləm insanları rəğbətləndirmək üçündür. Salih əmələ, rəğbətləndirmək üçündür. Gözəl işlərə, gözəl sözlərə, rəğbətləndirmək üçündür qardaşlığa, rəğbətləndirmək üçündür imana, qəlbin məscidlərlə bağlı olmağa. Və hədisi də Əbu Hüreyrə radiyallahu anhu nəql edib bizə. Peyğəmbər sallallahu aleyhi və səlləmdən və hədis alimləri öz kitablarında bu hədisi nəql ediblər, vurğulayıblar. O hədisin önəminə görə başda da İmam Buxari olmaqla, eləcə də İmam Muslim rahiməhullah olmaqla Əbu Hüreyrə radiyallahu anhadan nəql edilib bu hədis və gəlib çatıb bizə. Hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, səbətun yuzilluhumullahu fi zillihi yevme la zille illa zilluh. 7 sinif insan olacaq ki, hansı ki Allah Taala onları öz kölgəsində kölgələndirəcək. Elə bir gün ki, o gündə heç bir şeyin kölgəsi olmayacaq. Yəni, heç bir kölgənin olmadığı bir gündə Allah Taala 7 sinif insanı kölgələndirəcək öz kölgəsində. Sonra vəsf edib, Peyğəmbər s.ə.v kimdir o insanlar? Və ən birinci deyib ki, İmamun adil, ədalətli imam, yəni ədalətli rəhbər. Və sonra deyib ki, şəbun nəşəyə fi ibadətillah. Allahın ibadətində böyüyüb başa çatmış cavan və ya Allahın ibadətində yəni ömrünü keçmiş bir gənc. Və raculun qalbuhu muallaqatun bil məsəcid. Və qəlbi məscidlərlə bağlı olan bir kişi və ya bir kəs. Və raculani təhəbbə fillah iştəmə aleyhi və iftaraq aleyh. Və 2 kişi hansı ki Allah üçün bir-birlərini seviblər, ona görə cəm olublar bir yerə, ona görə ayrılıblar. Allah Taala bizi onlardan etsin. Və sonra deyir ki, və raculun da'atu imraatun zatu mansibin və cəmal. Və bir kişi hansı ki onu bir vəzifə, şan, şöhrət sahibi olan gözəl bir qadın dəvət edib öz nəfsinə. O isə deyib ki, inni yaxafullah, mən Allahdan qorxuram. Yəni, çəkinib deyib, mən Allahdan qorxuram. Və raculun təsaddəqə bi sadəqətin fəəxfəhə həttə lə tə'ləmə şiməluhu mə tunfiqu yəminə. Və bir kişi hansı ki, sədəqə verib, lakin gizlədib onu elə dərəcədə ki, sağ əlinin verdiyini sol əli görməyib. Və gəlib bəzi rivayətlərdə ki, tərsinə sol əlinin verdiyini sağ əli görməyib. Və sonra deyir ki, sallallahu aleyhi və səlləm və raculun zəkərallaha xaliyən fəfadat əynə. Və kişi hansı ki, tək olanda Allahı xatırlayıb və gözləri yaşarıb. Fikir versək, bu hədisə əslində qiyamətin əhvalını xatırladır bizə. Xatırladır ki, qiyamət hansı ki, gəlib Quran və sünnədə necə dəhşətli olacağı, necə qorxunc olacağı və insanlar hansı əhvalda olacaq, hansı halda olacaq, necə insanlar vəhşət içərisində olacaq və ya baxmayaraq günəş yaxınlaşacaq insanlara 1 mil qədər
istinin içində olacaq. Hər kəs öz etdiyi əməlinin müqabilində tərinə görə, etdiyi əməlinə görə o tərin içərisində olacaq. Həmin əhvalda Peyğəmbər s.ə.v bu 7 sinif insanı müjdəliyir. Müjdəliyir ki, insanlar o halda ikən, o çətinlikdə ikən, hər kəs öz nəfsi ilə tək-tək qaldığı bir vaxt, yaxınların bir-birindən qaçdığı, övladın atasından, atanın övladdan uzaq durduğu, dostların, qohumların, yaxınların, hətta həyat yoldaşının, övladın, uşağın tərk edildiyi o meydan, həmin o istidə insanların təri onları cilovlayıb, bəzilərini ayaqlarına qədər, bəzilərini bədəninin yarısına qədər, bəzilərinin ağızlarına qədər çatdığı bir ərəfədə, tərin içində batdığı bir ərəfədə Allah Teala müjdəliyir bu 7 sinif insanı. Müjdəliyir bu əzəmətli neymətlə və bəyan edir ki, onları kölgələndirəcək. Bu neymət hansı ki, onlara veriləcək, o əzəmətli istidə o kölgədir. Və kölgə də alimlər vurğulayıblar ki, ərşin kölgəsidir. Necə ki, sabit səhih hədisdə açıqlaması gəlib, deyir ki, sallallahu aleyhi və səlləm, kim borc sahibinin borcunu yüngülləşdirsə, onun üçün asanlaşdırsa və ya silsə ondan, qiyamət günü ərşin kölgəsində olacaq. Və bu əzəmətli neyməti Allah Teala verəcək kimə? Bu 7 sinif insana. Və kimdir bu 7 sinif insan? Peyğəmbər s.ə.v deyib ki, ədalətli imam, ədalətli rəhbər. Kimdir o? O kəs ki, rəiyyətinə qarşı ədalətlidir. Onlara qarşı zülm etməyib. Onlara qarşı haqlarını qoruyub, yerinə yetirməyə çalışıb. Onların məsləhəti üçün nə varsa həyata keçirməyə çalışıb. Çalışıb ki, onların dünya və axirət məsləhətləri yerinə yetsin. Allah Teala ona bu əzəmətli mükafatı verəcək. Və həmçinin vurğulayıb ki, cavan. Hansı cavan? O cavan ki, Allahın ibadətində böyüyüb. Yəni, çalışıb ki, Allahın əmrlərini yerinə yetirsin. Çalışıb ki, Allah Teala'nın qadağalarından çəkinsin. Və niyə görə məhz Peyğəmbər sallallahu aleyhi və səlləm cavanı zikr edib? Çünki cavanlıq vaxtı əməlin edilməsi daha məqsədə uyğun olduğu üçün, daha rahat olduğu üçün, həmçinin cavanlıq vaxtı cavan üçün, ibadətin ağır gəldiyi üçün, çünki dünya ləzzətləri onu hər tərəfli əhatə edir. Onu Allahın dinindən, Allahın ibadətindən yayındıran səbəblərin, xətaların, günahların çox olduğu üçün o bununla yanaşı ibadətə qurşanması, ibadətdə canfəşanlıq etməsi, çalışması, o cür böyüməsi, böyüyüb başa çatması bu işarədir ki, onun imanı güclüdür. Bu işarədir ki, onun təqvası güclüdür, Allah qorxusu çoxdur deyə Allah Teala'nın ibadətində böyüyüb. Ona görə bu əzəmətli mükafatı haqq edib. Və həmçinin deyir ki, Peyğəmbər s.ə.v və kişi hansı ki, qəlbi məscidlərlə bağlıdır. Yəni, məscidlər onun üçün sevimli yerdir, gedib gəldiyi yerdir. Evi ilə məscid arasında qalıb, Allah Teala'nın fərz etdiklərini yerinə yetirməyi sevir onun evlərində. Məsciddə olduğunda Allahın ibadətini yerinə yetir və çıxdığında yenə sevir ki, tez qayıtsın o yerə. Bağlayıb qəlbini Allahın evinə, Allah Teala onun əvəzində o əzəmətli mükafatı ona verəcək. Və iki kişi hansı ki, Allah üçün bir-birlərini seviblər. Allah üçün bir-birlərini seviblər, ona görə cəm ediblər. Yəni, onları bir-birinə bağlayan dünyavi maraq deyil, dünyadan nəsə əldə edəcəkləri bir şey deyil. Hətta o dərəcədə ki, onları nə qohumluq əlaqələri bağlayır, nə şəxsi mənfəətləri bağlayır. Əksinə, onları bir-birinə bağlayan Allah Teala'nın sevgisidir, hansı ki, onları cəm edib, ona görə birləşiblər və ona görə də ayrılıblar. Və deyiblər ki, alimlər, ona görə ayrılıblar, mənası odur ki, yəni ölənə qədər bir-birlərini seviblər. Allah üçün ölənə qədər bir-birlərini Allah üçün istəyiblər. Hətta ölüm onları ayırıb və Allah Teala da o mükafatı onlara haqq edib. Və həmçinin bir kişini vurğulayıb, o kişi ki, onu vəzifə, şərəf, izzət sahibi, nəsəb sahibi
və gözəllik sahibi olan bir qadın özünə çağırıb. Onu özünə, nəfsinə dəvət edib, yəni zina etməyə, lakin o isə deyir ki, Allahdan qorxuram. Yəni imtina edib, onun dediyinə əməl etməyib, əksinə çəkinib. Baxmayaraq o qadının vəzifəsi var, şərəfi var, insanlar arasında seçilib, tanınandır, gözəlliyi var. Nə üçün vurğulayıb Peyğəmbər sallallahu aleyhi və səlləm qadında bu xislətləri? Çünki əksər insanlar ona rəğbət göstərir. Əksər insanların axtardığı odur. Və baxmayaraq bu aldadıcı amillər, səbəblər var, lakin bunu ilə yanaşı çəkinir. Deyir ki, mən Allahdan qorxuram. Sanki dili ilə deyir ki, Allah Taala məni görür, eşidir və qəlbi ilə də təsdiqləyir onu, əməlləri ilə təsdiqləyir, uzaq durur. O səbəbdən Allah Taala o mükafatı ona verir. Və həmçinin kişi hansı ki, sədəqə verir. Sədəqə verir, lakin sədəqəsini gizlədir o dərəcədə ki, heç kim görmür. Və Peyğəmbər s.ə.v əzəmətli misal çəkib sədəqəsini gizlətməyinə və deyib ki, sağ əlinin verdiyini sol əl görmür. Çünki sağ əl sol ələ yaxın bir şeydir. Və deyiblər ki, alimlər, əgər sağ əl o dərəcədə ki, yəni Peyğəmbər s.ə.v misalı o dərəcədədir ki, yəni sağ əl əgər insan olsaydı, sədəqə verdiyində sol əl onu görməyəcək kimi elə sədəqə verməyi haqq edib ki, Allah Taala əzəmətli mükafatı ona versin. Baxmayaraq, bəzən sədəqəni aşkarda vermək də icazəlidir. Başqalarını o xeyrə həvəsləndirmək üçün, İslamın gözəlliyini izhar eləmək üçün, İslamın şüarlarını başqalarına, o xeyri başqalarına tövsiyə etmək üçün. Və həmçinin sonunda Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişinin də zikr edir, hansı ki, bu əzəmətli mükafatın sahibidir. Deyir ki, kişi hansı ki, tək qaldığında Allah Taalanı xatırlayar. Tək qaldığında, yəni artıq riyakarlığa heç bir səbəb qalmadan, özünü kiməsə göstərməyə bir lüzum, bir səbəb, bir amil qalmadan tək olduğunda Rəbbini xatırlayar və ondan gözləri yaşarar. Allah Taala bu əzəmətli mükafatı ona haqq edib. Və deyiblər ki, alimlər, bütün bu hədislər göstərir ki, bu insan və ya bu 7 sinif insanlar ixlas sahibidirlər. Və ixlas sahibi olmaqları səbəbdir ki, onlar bu mükafatı haqq ediblər. Və ən böyük səbəblərdən də bu mükafatı qazanmaqlarının nəfslərinə uymayıblar, havalarına uymayıblar. Ona görə deyiblər ki, o hakim ki, ədalətli olub, əgər nəfsinin havasına müxalif olmasaydı, ədalətli ola bilməzdi. Və o cavan hansı ki, o mükafatı qazanıb, əgər nəfsinin havasına müxalif olmasaydı, Allah Taalanın itayətində, ibadətində böyüyə bilməzdi. Və o iki kişi hansı ki, bir-birlərini Allah üçün seviblər, əgər nəfslərinin istəklərinə uysaydılar, belə olmazdılar. Əksinə nəfslərinə müxalif olublar ki, nəfslərinin havasına uymayıblar ki, Allah Taala onları müvəffəq edib bu əzəmətli mükafata nail olmağa. Həmçinin o kişi hansı ki, onu qadın zinaya dəvət edib, nəfsinə müxalif olmasaydı, sözsüz ki, zinaya düşmüş olardı, bu mükafatdan məhrum olardı. Və o kişi hansı ki, sədəqə verir, əgər nəfsinin müxalifliyi olmasaydı, xəsliyini, simizliyini boğa bilməsəydi, o səxavət sahibi olub Allah Taalanın mükafatını haqq edə bilməzdi. Həmçinin o kişi hansı ki, nəfsinə müxalif olub, riyakarlıqdan, eşitdirməkdən uzaq olmasaydı, Allah üçün göz yaşı tökə bilməzdi. Bütün bu mükafatlar hansı ki, Allah Taala bu 7 sinif insana verib, deyiblər ki, alimlər o demək deyil ki, sırf bu 7 sinifdən başqa heç kim o mükafatı almayacaq. Yox. Əksinə, o 7 sinifin zikr olunması o demək deyil ki, bu mükafat onlara layiqdir ancaq. Yox. Gəlib başqa hədislərdə hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm işarə edib ki, bu 7 sinifdən də əlavə insanlar olacaq ki, onları da Allah Taala öz ərşinin kölgəsində qiyamət günü kölgələndirəcək. Necə zikr etdik sizə Kəb ibn Amr radiyallahu anh'ın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim çətin halda olanın və ya borc içində olanın borcunu silərsə və ya asanlaşdırarsa onun üçün, rahatlaşdırarsa, Allah Taala onu öz kölgəsində kölgələndirəcək.
Və bəzi rəvayətlərdə gəlib ki, qiyamət günü onu ərşin kölgəsində edəcək. Və gəlib ki, həmçinin tacir, sadiq tacir, Allah Teala onu öz ərşinin kölgəsində kölgələndirəcək. Və gəlib həmçinin ki, bir qul özünü azad etmək istəyirsə, kimsə ona bunda kömək edərsə, Allah Teala onu öz ərşinin kölgəsində kölgələndirir. Bu kimi hədislər dəlalət edir ki, heç də bu fəzilət bu 7 sinif insana xas deyil. Və həmçinin alimlər vurğulayıblar ki, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə 7 sinif insanı, yəni 7 sinif kişini zikr edibsə, qadınlar da həmçinin bura daxildir. Yəni qadınlar da kişilər kimi bu fəzilətdən özlərinə pay götürəcək, Allah Taala'nın kölgəsində kölgələndiriləcək, əgər bu siniflərdən biridirsə. Və bu da bir xatırlama idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xatırlatdı bu 7 sinif insanı ki, onlardan olaq və ya onlar kimi olmağa çalışaq ki, o əzəmətli mükafatdan bizim də payımız olsun. Allah Taala'dan diləyirəm ki, Allah Taala bizi də öz kölgəsində kölgələndirdiyi bəndələrindən etsin, ərşinin kölgəsində etdiyi qullarından etsin və bizə eşidib faydalardan etsin, ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun, harada zəif müsəlmanlar varsa onlara kömək olsun. Allah Teala bizi daima əmin-amanlıqda, təhlükəsizdə etsin, ölkə başçımızı qorusun, ətrafında ona xeyirdə dəstək olan insanları cəm etsin, şər, məkirli insanların onun ətrafından uzaq etsin. Əqulu mə təsməun və əstəğfirullah li və ləkum və lisəyiril musliminə min kulli dən fəstəğfiru innəhu ğafurur rahim.